Bir əqidə təsəvvür edin ki, liderləri bütün insani dəyərləri tapdalayan fitvalar verir. Ardıcılları isə sanki beyinlərini ora daxil olarkən qapıda qoymuşlar kimi qəbul edirlər. Əks halda bir insan bu qədər ağla sığmaz və utanc verici şeylərə necə inana bilər? Abdullah Haşim növbəti iyrənc çıxışını edir və homoseksuallığın icazəli olacağını elan edir. Gəlin baxaq. Onlara hörmət edirik, onları sevirik. Bugün hər birinə dərin bir sevgi mesajı göndərir. Bugün biraz da irəli gedəcəyəm. Çünki bu mövzu çox müzakirə olunur. Homoseksuallığın özlüyündə haram olduğunu deyən heç bir hökm və ya fətva verməyi belə rədd edəcəyimi bildirirəm. Biz hər bir əhd bağlandıqca yeni əhdin qurulduğuna, əvvəlki əhdin qanunlarının qüvvədən düşdüyünə inanırıq, elə deyilmi? Beləliklə bir zamanlar icazə verilməyən şeylərin icazə verilə bilən hala gəldiyini və tam əksinin baş verdiyini görəcəksiniz. Bacı-qardaş evliliyi icazəsi ilə məşhur olmuş Əhmədi Sülh və Nur dininin növbəti vədi haqqında fikirlərinizi rəylərdə bölüşün. Sıradakı videonun mövzusu bu inanclarıdır. İbrahim Peyğəmbər öz bacısı ilə evlənib.